Instagramda hesabıma necə bot takipçi göndərə bilərəm deyirsinizsə, məlumatınız yoxdursa, heç məlumatınız olmasa ondan yaxşıdır. Çünki bot takipçilər sizin hesablarınıza zərər verir. Bəs gerçək takipçiləri necə əldə edə bilərəm deyirsinizsə, sadəcə 5 dəqiqədə şifrə daxil etmədən, heç bir proqram köçürmədən istədiyiniz qədər hesablarınıza gerçək Azərbaycanlı takipçiləri göndərə bilərsiniz. Bəli, eşitdiyiniz kimi gerçək Azərbaycanlı takipçilərdir dostlar. Hesabınıza da heç bir zərəri yoxdur. Yəni bot takipçilər deyil. Heç bir şifrə də daxil etməyə ehtiyac yoxdur. Bəs necə əldə edə bilərsiniz? Detallı bir şəkildə məlumat verəcəm. İlk öncə videonu sona qədər izləməyinizi xahiş edirəm. Addımlara keçmədən öncə hər videomuzda olduğu kimi dostlar, kanalımıza abunə olub, videonu bəyənib, Instagram istifadəçilərinizi yorumlara yazsanız, sizlərə Instagram takipçi hədiyyə edəcəyik, məlumatınız olsun. İndi isə dostlar, videonu sona qədər izləyək. Sözü çox uzatmayacağım. Dostlar, Instagram hesabınıza gəlirsiniz. Instagram hesabınıza gəldikdən sonra gizlilik ayarlarına daxil olursunuz. Əgər hesabınız gizlədirsə, bu şəkildə hesabınızı hər kəsə açıq halda edirsiniz. Yəni hesabınız gizlidə olmalı deyil. Sonra istifadəçi adınızı baxın diqqətli bir şəkildə yazacaqsınız. Buna da diqqətli olun, zəhmət olmasa. Yəni istifadəçi adınızı diqqətli bir şəkildə əzbərləyin, sonra da yazın və göndərin. İndi isə necə edirik? Detallı bir şəkildə addım-addım göstərəcəm. Amma videonu sona qədər izləyin. Saytı göstərdiyim an sayta daxil olmayın dostlar. İndi isə dostlar, Google'a gəlirsiniz. Google'a gəldiniz, takipçi.com yazırsınız. Çıxan ilk yaşlı loqolu saytdır. Bu sayta daxil oldunuz. Baxın burada TikTok, Instagram, YouTube paketləri, Facebook və Telegram paketləri var. Hansını istəsəniz güvənlə istifadə edə bilərsiniz. Instagram paketlərinə daxil oldunuz. Buradan Instagram takipçi satın al bölümünə gəldiniz. Buradan istədiyiniz paketi seçərək İstədiyiniz qədər Instagram hesablarınıza takipçi göndərə bilərsiniz. Sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Hər hansı bir sualınız olarsa WhatsApp bölümünə gəlib suallarınızı verə bilərsiniz. Xoş günlər.